Tovuzları təbrik etmək olar. Turan Tovuz artıq demək olar ki, Avrokuboklara vəsiqəni böyük ölçüdə təmin edib. Biz Neftçi və Sumqayıtla görüşlərdən sonra da bu sözləri demişdik, amma hadisələrin sonrakı gedişatı göstərdi ki, biraz daha gözləmək, biraz daha qətiləşdirmək lazımdır. Ancaq Araz Naxçıvanla oyun qazanılan inamlı qələbə, hazırki turnir cədvəli, bundan sonraki oyunları nəzərə alsaq, bu dəfə böyük bir sensasiya lazımdır ki, Turan Avrokuboklarda olmasın, Avrokuboklara vəsiqə qazana bilməsin. Mövsümün əvvəlindən biz deyirdik, böyük əksəriyyət futbol adamı deyirdi, ancaq çox adam inanmırdı. Berdiyevə inanmırdılar, komandanın transfer siyasəti tənqid olunurdu, ancaq hadisələrin gedişatı göstərdi ki, bunu bacarmaq mümkündür. Bəzi transferlərdə uğursuzluqlar oldu, zaten futbol belədir. Bugün ola bilər Vadjidən istənilən effekt alınmır, amma Jo Batista görürsüz nələr edir. Ola bilər hansısa digər mövqelərdə uğursuz transferlər olar, amma gözləmədiyimiz adlar önə çıxır. Yəni bu futbolun qaçılmaz hissəsidir. Əsas odur ki, komanda doğru yoldadır, klub doğru yoldadır daha doğrusu və Qurban Berdiyevə inanmayanlar yəqin ki, bugün bax bu fikirlərinə görə peşmandırlar. Hər nə qədər futbolu bir çoxları tərəfindən qəbul olunmasa da bu adam bu işi bacardı deyə bilərik. Bu adama inanmaq doğru qərar imiş deyə bilərik.